Salamlar, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, xoş gördük hər kəsi. Bugün Mərdəkandayıq. Mərdəkanda Yeni Qoşaqala restoranında üz-üzə olan bağların, küçələrin birindəyik. Burada 11 sotun içində 260 kvadratlıq bax bu gördüyünüz nəhəng bağ evi satışa çıxdı. Qiyməti 920 min manatdır. Təbii ki, real alıcılarımıza endirim olunacaq. Özünə yer tapa bilməyib, maşınına yer tapmaq istəyən müştərilərimiz üçün əla bir fürsətdir. Bax, sizin üçündür bu. 10 dənə maşınlıq yerim, məncə mükəmməldir. İstədim ki, bir də həyəti belə görəsiniz, geniş. Maşallah, ürəkaçan bir həyəti var. Gözəl bir evdir. Allah hər birinizə bundan daha gözəllərini nəsib eləsin. Bu materialını bilmədim, şüşədir yoxsa daşdır. Fərqli dizayn olunmuş. Söhbətgahı var, besetkası var, yay üçün nəzərə alınıb. Orada da yay aylarında istifadə edə biləcəyimiz kiçik bir mətbəx qurmaq olar. Təbii ki, iş yekunlaşmayıb. Mən alsaydım buna görə alardım. Kifayət qədər yaşıllığı. Fərqli bir hovuzu var. İndi yaxından tanış olaq. Qış aylarında əyləşə biləcəyimiz besetkası, mətbəxi yığılıb hazırdır. Daha doğrusu yarım hazırdır. Tam inşallah hazır olacaq. Evin arxa tərəfini görürsünüz. Kifayət qədər genişdir. Fərqli hovuz deyəndə bunu nəzərə alırdım. Burada sauna. Bax, gəl buradan başlayaq. Burada saunası olacaq. Yekunlaşmayıb inşallah. Yekunlaşacaq. Burada duşu. Saunadan çıxdım. Tullan hovuzu. Maraqlı da şüşənin altından kesdim. Getdim o tərəflərdə üzməyə. Oy maşallah, qapı çox böyükdür. Ağır qapıdır, amma rahat açılır. Bir dənə bağlanmağına baxaq. Baxın. İnşallah bunun evin tam uzun videosunu görmək istəyirsə, ətraflı videosunu görmək istəyirsinizsə, orada bir dənə link qoyacaq, ora keçid eləyib baxa bilərsiniz. Özünüzdən müğayət olun. Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin inşallah. Xoşbəxt olun. Görüşmək ümidi ilə.